Qazax Dövlət Sosial-İqtisadi Kollecinin rektor əvəzi Vüqar Eyyubov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təhsil sahəsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri yüksək məsuliyyət və peşəkarlıqla icra edən nümunəvi bir rəhbərdir. O, dövlətimizin təhsil siyasətinə sadiq qalaraq kollecdə tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin bilik və bacarıqlarının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü işlər görür. Vüqar Eyyubov öz vəzifə səlahiyyətlərini layiqincə, vicdanla və heç bir təmənna güdmədən yerinə yetirir. Onun tələbələri olan səmimi münasibəti, ədalətli yanaşması və daim açıq ünsiyyətə üstünlük verməsi kollecdə sağlam və etibarlı mühitin formalaşmasına səbəb olmuşdur. Tələbələrin hər biri onun fəaliyyətindən razılıq edir, rəhbər kimi diqqət və qayğısına daim hiss edirlər. Rektor əvəzi kimi Vüqar Eyyubov məsuliyyətli qərarları, prinsipal mövqeyi və dövlət maraqlarını hər zaman ön planda tutması ilə seçilir. O, gənclərin savadlı, intizamlı və vətənpərvər ruhda yetişməsini əsas məqsəd hesab edərək kollecin nüfuzunun daha da yüksəldilməsinə töhfə verir. Vüqar Eyyubov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifəsindən olub-olmamasından asılı olmayaraq, Prezident İlham Əliyev dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. Belə işgüzar, dürüst və dövlətinə sadiq bir insanın bu cür rəhbər kadrın fəaliyyəti ilə təqdirə layiq işlər görməsini alqışlayır və təhsilimizin inkişafına verdiyi töhfələrə görə təşəkkür edirik.